Deyirəm ki, mənim müxtəlif izləyicilərim var. Cürəbəcür insanlardır, cürəbəcür yaş təbəqəsində, cürəbəcür millətlər. Amma hamını birləşdirən bir məqam var da. Bütün mənim izləyicilərim düşüncəli insandılar, dərrakalı insandılar. Yəni səviyyəli adamlardır. Ona görə də aydın məsələdir ki, mənim izləyicilərim heç vaxtı milyonlarla ola bilməz. Çünki o qədər dərrakəli, düşüncəli, səviyyəli insan təəssüflər olsun ki, cəmiyyətdə mövcud deyirlər. Bir izləyicim var, sizdən yaxşı olmasın, çox belə sayladığım kimi dərrakəli, düşüncəli bir səviyyəli insandır, Tərlan müəllim. Arada yazışırıq oynam, neysə yazır mənə, neysə görür mənim videolarımda eşidir, görür və sonra neysə yazır mənə, həmən o video ilə bağlı. Hələ sonuncu paylaşımla bağlı da yazdı, o Harun Rəşid söhbəti. Bir ona oxşar bir dənə bir rəvayət danışdı mənə. Sən demə, bir ər-arvad olurlar. Onların qonşuluğunda digər ər-arvad yaşayır. Amma o digər yaşayan ər-arvadın uşaqları heç kimi olmur. Hər gün evlərində kabab bişirilir. Neysə bu qonşular axırı bir gün maraqlanırlar da, kişi gedir o qonşunun yanına, soruşur ki, ay qonşu, bax belə baxıram ki, sən belə imkanlı adam deyirsən də, amma hər gün sən kabab bişirirsən. Deyir ki, hə, belə imkanım güclü də olmasa, hər gündür müəyyən bir pul qazanıram, tutaq ki, şərti götürək 40 manat. Bu 40 manatı gedirəm, ət alıram, çörək alıram, yəni neysə, kabab bişirirəm, arvadıma da əziyyət vermək istəmirəm, yeyirik, içirik, bax, belə də yaşayırıq da, yəni bir günlə. Bu fikirləşir, bu kişi baxır belə, gedir öz arvadının yanına. Deyir, ay arvad, bax bizim deyir 7 küpə qızılımız var. 7 küpə qızıl bizim bütün nəsil nəcabətimizə besdir də, deyir də. Gəl deyir, o küpələrin arasında biri yarımçıq küpə var. O küpəni verək onlara, qoy bir həyat görsünlər, yəni ondan da yaxşı yaşasınlar. Arvad deyir, verək də. Götürür kişi o yarım küpə qızılı, aparır, verir o qonşusuna. Hələ ona verən kimi o küpəni həmən gündən fikir verir ki, day o evdə nə kabab bişirilir, nə kabab isi gəlir, nə bir şənlik səsi gəlir. Maraqlı olur, ona görürsən nə üçün belə. Gedir, döyür qapısını, deyir, ay qonşu, pes necə oldu ki, sən əvvəl heç nə yox idi, indi biz sənə qızıl da verdik, nə bilim küpədə, biz dedik sən bundan da yaxşı yaşayarsan, səndən ama o kabab məsələsi itdi, yox oldu. O birisi qonşu baxır buna, deyir ki, hə, deyir, əslində hələ evimizdə daim bundan sonra kabab pişməməyin səbəbi də hələ həmin deyir, o yarımçıq küpədir. Deyir, ha, necə pes, necə oldu söhbət? Deyir ki, o yarımçıq küpədir bizdə olandan sonra, mənim deyir, arvadım deyir, yoldaşım dedi ki, gəl deyir, o küpənin üstünü dolduraq. Axıra kimi. İndi də deyir, nə yeyirik, nə içirik, nə ət yeyirik, nə kabab yeyirik. Bütün deyir, işimiz gücümüzündən ibarətdir ki, o yarımçıq küpəni dolduraq. Yəni, başa düşürsünüz, doğrudan biz Azərbaycanlılara bu məxsus olan bir hissdir. Biz yığırıq, nə bilim, oğul üçün torpaq alaq, qızı üçün torpaq alaq, oğul üçün ev alaq, oğul üçün maşın alaq. Yəni, hələ bütün varımızı, dövlətimizi özümüz üçün yaşamırıq da. Biz hələ yığırıq, özümüz də bir həyat görmürük. Bizə qismət olmur o həyatı dadmaq. Sonra da həmən şeyi bizim uşaqlarımız eləyir. Sonra da həmən şeyi onların uşaqları eləyir. Yəni, nəticə etibarında elə çıxır ki, yəni, bütün nəsillər davam eləyə gedir. Amma bu bir yaşayışı heç birimiz özünə qıymır. Ona görə də belə deyək də, bax, mənim nə küpəm var, nə qızılım var, heç nəyim yoxdur. Şükür Allah'a yaxşı dostlarım var. Allah olan hamısından razı olsun. Hamısını belə dünyalar qədər istəyirəm. Sağ olsunlar ki, hər dəfə də gələndə, yəni əli boş gəlmirlər mənim yanıma. Baxın, görürsünüz bu arxa planda olan hamısı dostların hədiyyəsidir. Bu da bizim, necə deyərlər, o küpəyə qoymadığımız məsələ. Yerimiz məlum. Otururuq, yeyirik, içirik, heç kimdən işimiz yoxdur. Bu qədər.
qəlbdən qəlbə